Salam. Gəlin bugün Azərbaycan tarixinin demək olar ki, çox az danışılan, amma həqiqətən də heyrətamiz bir tərəfinə səyahət edək. Söhbət bəli, ölkəmizin inanılmaz dərəcədə zəngin xristian irsindən gedir. İndi bir anlıq düşünün. Azərbaycan deyəndə ağlınıza ilk gələn din hansı olur? Yəqin ki, əksəriyyətiniz dərhal İslam deyəcəksiniz. Və haqlısınız da. Çünki Azərbaycan əhalisinin böyük əksəriyyəti müsəlman olan bir ölkədir. Bu, hamımıza məlumdur. Amma baxın, məsələnin maraqlı tərəfi də elə buradadır. Bu görünən mənzərənin altında, dərinliklərdə, əsrlər boyu davam edən mürəkkəb, çoxşaxəli bir xristian tarixi gizlənir. Gəlin elə bu dəfəki araşdırmamızda bu heyrətamiz hekayənin izinə düşək. Deməli, hər şeydən əvvəl onu bilmək lazımdır ki, xristianlıq bu torpaqlar üçün yad bir inanc deyil, əsla. Çox qədim kökləri var. Məsələn, Qafqaz Albaniyasının özünün müstəqil, yəni avtokefal kilsəsi olub, təsəvvür edirsiniz. Amma sonra 1836-cı ildə Çar Rusiyası gəldi və bu qədim kilsəni demək olar ki, bir qələm zərbəsi ilə ləğv etdi və onu Erməni Apostol kilsəsinə tabe etdi. Bax, bu, regionun bütün dini xəritəsini dəyişən ilk ciddi hadisələrdən biri idi. Yaxşı, indi gəlin zaman maşınına atılıb biraz irəli gedək. Ta 19-cu əsrə. Niyə məhz ora? Çünki Rusiya imperiyasının Qafqaza gəlişi ilə Azərbaycana tamamilə fərqli, yeni inanc dalğaları gəlməyə başladı. Baxın, bu dövrdə imperiyanın siyasəti ilə fərqli dini axtarışlar bir-birinə qarışdı və nəticədə regionun xristian mənzərəsi sözün əsl mənasında alt-üst oldu. Ən maraqlısı da bilirsiniz nədir? Bura gələn hər bir xristian qrupunun tamamilə fərqli bir hekayəsi, tamamilə fərqli bir məqsədi vardı. Yəni, təsəvvür edin, Çar dövründə Azərbaycana sanki 3 fərqli axınla 3 fərqli xristian qrupu gəlir. Bir tərəfdə imperiyanın özü ilə gətirdiyi, dövlətin rəsmi dini sayılan pravoslavlar, digər tərəfdə İsa'nın ikinci gəlişinin yaxın olduğuna inanıb, özlərinə burada bir növ xilas axtaran Alman lütranları və üçüncüsü, rəsmi kilsə ilə yola getmədikləri üçün cəza olaraq bu torpaqlara sürgün edilən ruhani xristianlar. 3 qrup, 3 fərqli tali. Xüsusilə Alman köçkünlərinin hekayəsi çox təsirlidir. Onların səyahəti həm çətinliklərlə, həm də böyük bir ümidlə doluydu. Hətta o dərəcədə ki, onlar Çar Ay Aleksandrı bir xilaskar kimi görürdülər. Baxın, bir mənbədə necə deyilir. Onlar Çarı şərqin ulduzu və xalqını ardınca aparan Çar David adlandırırdılar. Bu ifadələr onların bu torpaqlara nə qədər böyük bir inam və ümidlə gəldiyini çox aydın göstərir. Amma bu rəngarəng dini mozaika təəssüf ki, uzun ömürlü olmadı. Çünki 20-ci əsrin əvvəllərində üfüqdə hər şeyi alt-üst edəcək bir fırtına yaxınlaşırdı. Sovet hakimiyyəti. Və bu, bütün inancılar üçün sözün əsl mənasında bir Sovet qışı, yəni amansız bir təzyiq dövrünün başlanğıcı deməkdir. Və beləliklə 1920-ci il Sovet hakimiyyəti qurulur və Azərbaycandakı bütün dini icmalar üçün zülmət bir dövr başlayır. Karl Marx'ın o məşhur ifadəsi şuara çevrilir, din xalq üçün tiryəkdir. Bu sadəcə bir şuar deyildi, bu bütün inanclara qarşı açılan amansız bir müharibənin elanı idi. Bəs bu mübarizə necə aparılırdı? Çox sistemli şəkildə. Kilsələri bir-bir bağlayırdılar, onları ambara, kluba, hətta idman zalına çevirirdilər. Təsəvvür edin, bir vaxtlar Almanların dua etdiyi o möhtəşəm Yelenindorf kilsəsi adi bir idman zalı olmuşdu. Din xadimləri isə ya həbs olunur, ya da güllələnirdi. Dini ayinləri icra etmək isə qəti qadağan idi. Bu repressiyaların nə qədər amansız olduğunu anlamaq üçün tək bir insanın taleyinə baxmaq kifayətdir. Məsələn, Rus Pravoslav kilsəsinin keşişi İoann Qançev. Onu tamamilə uydurma, saxta ittihamlarla həbs etdilər və 1937-ci ildə o dəhşətli repressiya illərində güllələdilər. Onun hekayəsi əslində o dövrdə məhv edilən minlərlə günahsız insanın faciəsinin acı bir simvoludur. Və gəldik 1941-ci ilə. Bu il təkcə 2-ci Dünya müharibəsinin başlaması ilə yadda qalmadı. Azərbaycanda yaşayan bütöv bir xalq üçün bu rəqəm faciəvi bir son demək idi. Bəli, 1941-ci ildə nasist Almaniyası SSR-yə hücum edən kimi Stalin rejimi qərar verdi. Azərbaycanda yaşayan bütün almanlar kollektiv şəkildə düşmən elan edildi. Və hamısı bir nəfər də qalmadan Mərkəzi Asiya və Sibirin buzlu çöllərinə sürgün olundu.
Bu, 100 ildən çox bu torpaqlarda kök salmış bir mədəniyyətə vurulan son ölümcül zərbə idi. Bir gecənin içində hər şey bitdi. Nə yaxşı ki, heç bir qış əbədi deyil. Sovet İttifaqı dağılandan sonra, o uzun və sərt Sovet qışından sonra Azərbaycanda dini həyat üçün sanki yeni bir bahar fəsli başladı. Və bu dövr təkcə köhnə, ənənəvi icmaların dirçəlişi ilə yadda qalmadı, həm də tamamilə yeni, fərqli xristian qruplarının da meydana çıxmasına səbəb oldu. Baxın, mənzərə necə dəyişdi. 1991-ci ildən sonra bir tərəfdən pravoslavlar və lüteranlar kimi köklü icmalar yenidən fəallaşmağa başladı, amma eyni zamanda tamamilə yeni bir dalğa gəldi. Baptistlər, 7-ci gün adventistləri, Əlincilər, Yehovanın şahidləri, hətta Roma katolikləri. Yəni, 10 illərlə davam edən bozluqdan sonra Azərbaycanın dini palitrası yenidən rənglərlə doldu. Yaxşı, bəs bu qədər fərqli qrupun əsas fərqi nədədir? Gəlin bir neçəsinə qısaca nəzər salaq. Məsələn, baptistlər inanır ki, insan ancaq yetkinlik yaşına çatanda şuurlu şəkildə vəftiz oluna bilər. Vəftiz də mütləq suya tam batırılmaqla olmalıdır. 7-ci gün adventistləri üçün isə müqəddəs gün bazar yox, şənbə günüdür. Əlincilər isə daha çox müasir ruhani hədiyyələrə, məsələn, naməlum dillərdə danışmaq kimi təcrübələrə önəm verirlər. Gördüyünüz kimi, hər biri özünə məxsus bir dünyadır. Və gəldik bəlkə də ən heyrətamiz məqama. Bu yeni icmalar artıq Sovet dövründəki kimi sırf hansısa etnik azlıqlara aid deyil. Məsələn, Adventist icmasının etnik tərkibinə bir baxın. Üzvlərin təxminən 64%-i, bəli, düz eşitdiniz, etnik Azərbaycanlılardır. Bu, həqiqətən də çox önəmli bir göstəricidir. Bu, o deməkdir ki, xristianlıq Azərbaycanda artıq çox mədəniyyətli, yerli bir dinə çevrilməkdədir. Yaxşı. Bütün bu keşməkeşli, mürəkkəb tarixdən sonra gəlib çıxdıq bugünümüzə. Bəs indi, 21-ci əsrdə Azərbaycanda bu fərqli inanclar necə birgə yaşayır? Keçmişin bu zəngin irsi bugün necə qorunur? Bugün bu birgə yaşayışın ən bariz nümunələrindən biri o xristian icmalarından bizə miras qalan memarlıq irsinin dövlət tərəfindən qorunmasıdır. Bu, çox önəmli bir məsələdir. Sovet dövründə idman zalına çevrilən, dağıdılan o kilsələrin bugün bərpa olunması əslində çox dərin simvolik məna daşıyır. Məsələn, hamımızın tanıdığı Bakının mərkəzindəki o möhtəşəm kirxa bir vaxtlar Alman kilsəsi idi, indi isə bərpa edilib və gözəl bir konsert zalı kimi fəaliyyət göstərir. Yaxud Göygöldəki, yəni keçmiş Helenendorfdakı Alman kilsəsi də tamamilə bərpa olunub, üstəlik 2017-ci ildə hətta prezident sərəncamı ilə Alman məskənlərinin salınmasının 200 illiyi də qeyd olundu. Bu, Sovetlərin dağıdıcı siyasətindən bərpa və qoruma siyasətinə keçidin ən bariz göstəricisidir. Beləliklə, gördüyümüz kimi Azərbaycanın dini mənzərəsi təkcə İslamdan ibarət deyil. Bu torpaqların dərinliyində əsrlər boyu formalaşan, çox fərqli təbəqələrdən ibarət zəngin bir xristian irsi də var. Və bu araşdırmanın sonunda gəlin hamımız bir sual üzərində düşünək. Öz rəngarəng mürəkkəb keçmişimizi xatırlamaq, daha tolerant, daha anlayışlı bir gələcək qurmaqda bizə necə kömək edə bilər? Düşünürəm ki, cavab elə bu tarixin özündə gizlidir.